Ola bilsin ki, Neftçi yaratdığı qol vəziyyətlərini həyata keçirsəydi, onlardan istifadə eləsəydi, ola bilsin ki, bugün eyni sualı siz bizə də verə bilərdiniz ki, Lənkəran nədə səhvə yol verdi? Yəni, ümumi planda bir də əzmkarlığı xüsusi vurğulanmışdı. Bu baxımdan, yəni o futbolçularına nələri dedi ki, təbii ki, əgər hər hansı bir ölkəyə gəlirsənsə, ona məlumat verirlər, Neftçi haqqında da məlumat alıb. Nələri aşıladı ki, və bu qələbəyə gəldi? Qəsdi çalışmalar, bəlkə uçaranası, bəlkə normal bilmələrlə tekvando binisan un país y te dan información sobre el principal rival. Qəsdi çalışmalar. No, la verdad es que llevan una trayectoria ascendente y muy buena, ¿no? Yo creo que los últimos 3 partidos que hemos hecho, cada vez hemos ido a más y estamos jugando mejor, ¿no? Contra el Nefti no hacía falta decir mucho porque el jugador ya estaba muy motivado, sabe que es el gran rival, ¿vale? Por tanto, en esos partidos el entrenador en el tema motivación tiene que trabajarlo poco. Ümumiyyətlə götürsək, son 3 oyunda komandamız daha yüksəliş trayektoriyası ilə hərəkət edir, daha yaxşı oyun nümayiş etdirməyə çalışır. O ki, qaldı hər hansı bir motivasiya ilə bağlı. Məncə, belə oyunlarda futbolçularla motivasiya ilə bağlı nəsə iş görməyə ehtiyac yoxdur. Çünki futbolçular özləri dərk edirdilər ki, həm komanda üçün, həm region üçün, həm bizim azarkeşlər üçün oyunun əhəmiyyəti nə qədərdir. Ona görə belə oyunlarda məşqçinin işi motivasiya ilə bağlı o qədər də çox olmur. Aslan, neçənci ildən futboldasan hadisə? 91-ci ildən. 91-ci ildən bu yana, xüsusən son illərdə də bu stadionlar qurulmağa başlayıb. Məncə, biz ümumiyyətlə Azərbaycanda hələ də bu stadion problemini həll edə bilmək. İstəyir Tofiq Bəhrəmov olsun, istəyir yəni. Burada biraz razılaşmaya bilərəm, çünki ən azından mən oynayan vaxtı bir Qəbələdəki stadion kimi stadionlarda oynamamışdım. Lənkəranın təbii ki, hava şəraiti, Lənkəranın iqlimi buna izin vermir ki, orada ideal bir ot örtüyü olsun. Çünki amma bundan əvvəl heç də pis deyildi. Daha sonra süni örtüklər var idi ki, biz məsələn oynadığımız indi Tozun meydançasını misal gətirə bilərəm ki, doğrudan da orada heç bir futbol oynamaq indi hal-hazırki vəziyyətdə heç bir komanda üçün ustalığını göstərməyə imkan vermir. İndi Gəncənin meydançası da biraz yararsız vəziyyətdə, amma əksər klublarımız, əksər meydançalarımız isə həqiqətən də Avropa səviyyəsində olmasalar da bir Qəbələdən başqa, Qəbələ tam Avropa səviyyəsində olan bir ot örtüydü. Bakının meydançasını nəzərə alaq ki, o da bu günləri belə Qarabağın uşaqları ilə görüşdüm. Yəni, Tofiq Bəhrəmovda da artıq, mən axırıncı dəfə ideal vəziyyətdə durumunu mən xatırlamam. Yəni, o meydançanın İkinci bir məqam odur ki, yəni ən azından Lənkəran kimi hər bir imkanları olan klubda artıq bu problem kökündən həll olmalıdır. Yox, rəyazıyam, yəni deyirsiniz, yağış yağır, orada tez-tez, yəni subtropik zonadır, amma mən bir şey xatırlayıram ki, Serbiyada olduğumuz zaman inanılmaz yağış yağırdı. Yəni, o yağışın qarşılığında mən qabağı 2 metr, 3 metri belə görmək olmurdu, amma sabah meydanda 1 qram su yoxdur. Yəni, ən azından mənə elə gəlir ki, əvvəlkilərə baxanda ən azından hesab edirəm ki, heç də pis nəticə deyil. Ən azından meydançalarımız olsun və yenə dediyim kimi, Toz azarkeşləri inciməsin məndən, amma o stadionda, bir də Gəncəni stadionda... Bir də Sumqayıt stadionu. 3 stadion, yəni çıxmaq şəhərdə digərlərinin ofislərindən nəsə bir şey futbol göstərmək olar. Böyük oyunda görmədiyiniz tərəflər. Pit, zərbə edirə bilər. Pit və gol! Adrian Pit! Oturacaqlar havada uçuşdu. Böyük ağa Hacıyev kimi mətbuat konferansından qovdurdu? Mən eşitirsən, durub tərk eləməyəcəksən, mən çıxacaqam. Ölkənin ən uğurlu məşqçisi üsyan etdi. Biz yaşını gözün hissə kimi yalan danışırsan. Xəzər TV'nin müxbiri azarkeş axınına düşdü. Və bu böyük həyəcanda Xəzər Lənkəran azarkeşlərinin sevinci var. Böyük oyundan ekskluziv görüntülər. Xəzər Lənkəranın kapitanı cəzalandırılır. Az sonra. Beləcə, vaxt itirmədən orada epizodlar var və maçdan sonra da məşqçi də hakimlikdən narazı qalmışdı. Bu epizodlara baxaq, rejissorumuzdan xahiş edək, yavaş-yavaş
epizodları təqdim etsin bizə. Və bu epizodda offside verildi, amma təkrarda görünür ki, top Xəzər Lənkəranlı oyuncudan yox, Rəşad Sadiqovdan getmişdi. Yəni bunu bir neçə vəziyyətdə göstərəcəyik. Aslan sənin də fikirlərin xüsusilə yəni maraqlı olar. Burada daha aydın. Oğlan Rəşaddan getməyini deyənmərəm, amma hakimi çox da günahlandırmaq biraz çətin olardı. Çünki o mübarizədə kimin ayağından topun getdiyi həqiqətən də çox çətin görmək olardı. Ona görə də yəni burada hakimə böyük bir irad göstərmək düşünürəm ki, düz olmaz. Top Rəşadın getməkdə Rəşaddan gedir, amma doğrudan da biz də hakim olsaydı, böyük ehtimal biz də şaşardı. Çünki nəyə görə? Pitlə Rəşad topa eyni vaxtda ayaqlarına atır, eyni vaxtda müdaxilə edirlər. Bax, fikir verin, bax, eyni vaxtda ayaqlarını atırlar. Orada yəni müəyyənləşdirmək ki, topu Pit vurdu, Rəşad vurdu, çox çətindir. Təbii ki, bir hakimin peşəsidir, onu görmək peşəsidir. Təbii ki, burada top Rəşaddan getdi, offside qərarı səhvdir. Amma ki, hakimlər üçün də çox çətin bir vəziyyət idi, onu nəzərə almaq lazım. El linier lo hace bien, levanta la bandera, pero es que el árbitro está a 2 metros y ve quién toca el balón. Por tanto, el que habilita o no habilita es el árbitro, el que pita o no pita. Yəni ki, orada deyir ki, düzdür, bəlkə yan xət hakimi səhv eləyə bilər, amma oyunun əsas hakimi hadisələrin 2 metrliyindədir, o hadisəyə müdaxilə eləyə bilərdi. O gördü ki, top Rəşad Sadiqovun ayağından çıxır. Yenə deyirəm, nəsə iddia eləmək istəmirəm və həqiqətən də Rəşadın ayağından gedibsə top offside deyil. Amma yəni mənə görə, buradan baxdığıma görə, bir qıraqdan baxan bir insan kimi təbii ki, biraz çətindir onu görmək. Keçək ikinci epizoda. İkinci epizoda Zəhmət olsun təqdim edeyim. Burada sadəcə yəni sarı vərəqə biraz məqam var idi. Burada Tərlan Quliyev Subaşisin onu əllə arxadan tutduğunu da göstərirdi. Burada cəzalandırılan tərəf Tərlan Quliyev oldu. Aslan sənin fikrin? Hesab edirəm ki, haqlı olaraq. Subaşisin əl məqamı. Yox, Subaşi də tutur, amma istənilən halda Tərlan yəni qol oynamadan imkan vermir yəni geçsin. Üçüncü epizoda keçək. Bu epizod xüsusilə üçüncü epizodu Zəhmət olmasa təqdim edək. Yəni bu epizodda əsas yəni çox müzakirə olundu. Flavinio'nun addımı burada birbaşa qırmızı olduğu yəni görünürdü, amma baş hakim sarı vərəqə göstərdi. Yəni asta əziyyətdə artıq bu yəni bu epizoda artıq nəsə şərh eləmək artıq yersiz sayılar, çünki həqiqətən də bu qırmızı vərəqədir, yəni başqa biləsi bir şey. Burada bir məqam var ki, mən onu demək istəyirəm, bəlkə də Timbor'da siz o vaxtlarda oynamısınız. Yəni Azərbaycan hakimlərində ulduz oyunculara qarşı biraz qorxu var sanki. Yəni hər hakim ürək etmir ki, birdən-birə Azərbaycan vaxtı ilə Rəşad Sadiqova da var idi bu simpatiya, mən belə düşünürəm. İndi yəni birdən-birə oyunun qədərini dəyişəcək addım ata bilmir. Zəhmət olmasa o epizodu versinlər, mənim bir sözüm olacaq. Epizodu təkrar verin, zəhmət olmasa. Sən epizoda bir dənə fikir verin. İndi gəlsin, Fariz Yusifov qarşısını heç kim kəsmir. Tam aydın görür epizodu. İndi bax, indi bizi təqdim olunacaq. Tam aydın görür. Və bu epizodda yəni necə sarı verir, qırmızı verməmə mənə çox qəribə gəldi. Fariz Yusifov sözümü tamamlayıb. Keçən oyunda, keçən turda Inter Azal oyununda bax fikir verin, qarşıda heç kim kəsmir Fariz Yusifovun, görürsünüzmü? Baxış bucağı tamam aydındır. Keçən oyunda Inter Azal oyununda içəridə əllə futbolçu oynayır, çöldə cərimə zərbəsi təyin edir. O turdan sonra bu turda belə kobulsa, 2 oyun arası kobulsa, bu o deməkdir ki, Fariz müəllim yəqin ki, bir psixoloji sarsıntımı keçirdir, özündə deyilmi? Çünki çox bacaqlı hakimdir. Mənə çox təcrübəli gəlir ki, belə təcrübəli hakim necə bu cür səhvləri yollar. Bu oyunda sarı vərəqə vermək siz nə deməkdir? Hakim o deməkdir ki, bu hakim, yəni üzr istəyirəm, biraz qeyb istirahət eləməlidir. Yəni Fariz müəllimə, mən ona çox böyük hörmətim var. Neçə illərdə Azərbaycan ən vacib oyuna idarə. Fariz müəllim sadəcə olaraq gedib biraz istirahət edib özünə gəlmək. Həm də Zeyn yadıma gəlir ki, eyni ilə belə epizod Rəşad Abdullayevi biz burada astıq, kəsdik ki, bu cür oyuncuya daldan Şəhriyar Xəylova təpi ilə vurdu, qırmızı
kart idi, bu belə şillə hətta şillə vurdu. Keçən il, değil mi? Bu epizoda amma mənə elə gəlir ki, artıq danışılaşır bir şey. Bu elə bir epizoddur ki, mən sadəcə o balaca bir uşağı da gətirib hakimliyə qoysa, o da çıxardıb qırmızı vərəqə verər. Yəni biz bir hakimin prizmasından baxsaq əgər bura, mən məsələn düşünərəm ki, niyə görə verməyə bilər? Mənə elə gəlir ki, bəlkə Flavinio, hər zaman Flavinionun üzərində cərimə zərbələri qurulurdu, hər zaman Flavinionu vururdular, yıxırdılar. Aslında bu elə bir epizoddur ki, hakim bəraət tapa bilməz. Məşqçinin deməyə sözü var, Zəhmət olsun, son fikirlərini bilər. A nuestro equipo no les cuesta enseñarles la tarjeta roja, ¿vale? La semana pasada a Ruslan, ¿vale? Por un agarrón le enseñan la roja, por lo tanto a nuestro equipo no les cuesta. Bayaq qeyd edəcəyiz ki, hakimlər bəzən ulduz futbolçulara vərəqə verməkdə, qırmızı vərəqə verməkdən çəkinirlər. Amma bizim komandanın oyunçularına heç də çəkinmirlər. Keçən həftə misal kimi Ruslan Abuşova birbaşa qırmızı vərəqə göstərdilər. Orada halbuki belki de... Y después hay un tema muy importante, que es que en esta jugada al jugador realmente se le puede hacer mucho daño, ¿vale? Y esto se ha de castigar. No es lo mismo un agarrón que una patada con mala intención, que puedes hacer mucho daño al jugador. Orada başqa bir məsələ də var ki, həmin bu epizodda bu zərbədən sonra futbolçu zədə də ala bilərdi, ona xəsarət yetirə bilər. Bir var ki, futbolkasından tutub dartarsan və ya başqa üsulla saxlayasan oyunçunu, bir də var ki, açıq-aşkar bilə-bilə zərbə endirmək. Ruslan Abuşova qırmızı epizoduna mən də baxmışam, yəni orada təkbətəki arasında. Çünki qola gedir. Yəni qola gedir. Bu epizodda biz dedik ki, hakim səhv edir. Amma o epizodda biz... Yəni bu epizodda səhv qola gedir. Sí, no estoy discutiendo de que no sea tarjeta roja. Estoy diciendo que no les cuesta. No les cuesta a nosotros demək istəmirəm ki, o qırmızı vərəqə deyildi, amma dediniz ki, çəkinirlər, amma bizim futbolçulara göstərməkdən çəkinməyir. Aquí estaban justificando que no la enseñaban porque les costaba y digo, no, a nosotros no les cuesta. Burada müzakirələr gedirdi ki, çəkinirlər göstərməyə, amma bizim komandanın oyuncularına çəkinmirlər göstərməyə. Fikriniz aydındır, bildik. Təbii ki, burada bu oyunun, hər bir oyunun gözəl məqamlarından biri onların fanatlarıdır. Eləcə də oyundan sonra da oyuncular da fikirlərini bildirirlər. Biz bunları bir yerə topladıq. Yəni Xəzər azarkeşləri həmişə olduğu kimi çılğın idilər və burada qalmaqallar da yaşandı. Bu kadrları izləyək və oyuncuların fikirlərini də baxaq. Lənkəranla həmişə maraqlı oyun keçir. Lənkəranla Neftin prinsipallığı göz qabağındadır. Sanki Avroliqalarda oynayırsan. Sadəcə bu cür qol buraxmamız da oradan da axırıncı 10 dəqiqədə tamam komanda oyunu korladı və taktikamızı korladı. Üzüldük sadəcə. Biz bu oyuna çox ciddi hazırlaşmışıq. Axır oyunda hamı dedi pis oynayırıq. Amma biz sübut elədik ki, biz pis komanda deyilik və biz güclüyük və bugünkü oyunda sübut elədik ki, Lənkəran hamısından güclüdür. Hörmətli tamaşaçılar, gördüyünüz kimi çox maraqlı, olduqca həyəcanlı bir qarşılaşma. Mən özüm də çətin anları yaşayıram və bu böyük həyəcanda Xəzər